Bakı Dövlət Universitetində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar məlumatlandırma sessiyası keçirilib. Sessiyada universitetin tələbə və müəllim heyəti iştirak edib. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, Azərbaycan son illərdə bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib və Bakıda keçiriləcək VUF 13 də belə mühüm tədbirlərdən biridir. Prorektor VUF 13-ün ölkəmizdə təşkilinin Azərbaycan üçün mühüm hadisə olduğunu vurğulayıb. Bu sessiyanın Bakı Dövlət Universitetində keçirilməsindən məmnunluğunu ifadə edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr və qabaqcıl təcrübələr beynəlxalq platformalarda maraqla qarşılanır. O qeyd edib ki, Bakının VUF 13-ə ev sahibliyi etməsi bu nailiyyətlərin göstəricisidir. Ramiz İdrisoğlu vurğulayıb ki, BMT-nin Unhabitat proqramı tərəfindən təşkil olunan forum şəhər inkişafı sayəsində dünyanın ən nüfuzlu platformalarından hesab edilir və bu ilki tədbirdə iştirakçı sayının daha da artacağı gözlənilir. VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə forumun 2001-ci ildə təsis edildiyini və BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbir olduğunu diqqətə çatdırıb. O bildirib ki, forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, mayın 17-sindən 22-sinə kimi Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədi ilə Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda VUF 13 festivalı təşkil olunub.